Let's go. Salıb bizi yenə aydın küçələr. Aç görək gözün aydın. 29 manat 37 qəpik ƏDV gəldi. İndi unboxing eləyəcəyik. DJI Osmo Pocket 3. Hazırlaşmışıq, geyinib keçirmişik. Bugün Aydının xəyalında olan bir şey var idi. Arzuladığı, çoxdan da araşdırdığı bir şey vardı. Gedirik onu almağa. Arzladığımız şey nə idi? Vlog çəkirik. Vlogu nə ilə çəkirik? Kamerada. Hə, sinxron Bu almadı amma ikinci videomuz olacaq da, yəni ki, yox. Bu İkinci vlogumuz olacaq. İkinci vlogumuz. Hara gedəcəyik, neçə alacaq? Məncə sizə də maraqlı olacaq. Çünki hər yerdə başqa-başqa qiymətlərdir. Yolda məlumat verəcəyik sizə ki, hara gedirik, hardan alırıq, neçə alırıq, başqa yerlərdən neçədir, burada neçədir. Düzdür. Getdik. Let's go. What? Ümumiyyətlə, Aydının belə bir xasiyyəti vardı. Bir işə başlamaq istəyirsə, Ətrafı. hə, işdən yəni öncə o işə aid nə varsa, hər şeyi alıb yığacaq, hər şeyi düzəldəcək. Vlog çəkəcəksə, mikrofonunu alacaq, kamerasını alacaq, nə bilim, sonra o daşıyıcısını alacaq, onun üçün çanta alacaq, hər şey bəzəyəcək, düzəyəcək. Instagram storiesi, nə bilim TikTok üçün çəkmək telefondan alınır. Amma ki vlog çəkmək istəmişəm. Mən həmişə bu səhifə olmamışdı qabaq, sənin bu arzun olmamışdı qabaq. Mənim ən böyük fikrim, arzum yox, həvəsim. Vlog çəkmək olub, YouTube-la məşğul olmaq olub. Bu da telefondan mənə elə ciddi yanaşmaq olmur. Mənə elə gəlir ki, düz deyə bir dənəsini çəkdiyini paylaşdıq, heç görüntüdə zaten problem də yoxdur, normal gedir. Amma digər ki, o kompakt deyil də, mənə görə nəsə bir şey olmalıdır ki, sən onu... Gəl qəbul edək ki, bu sən xasiyyətindir sadəcə. Bu belə çəkilməlidirsə, sən alternativ olsa belə bunu belə çəkmək istəmirsən. Gedirik, yeri biz bilmədik də maşın salamağa yeri var yoxsa yox. Onu 28-ə sağladıq ki, burada yaxındır. O birdən maşın salama yeri olmaz, ya parking olmaz, yeri bir iş dəfə gedirik. Ona görə buradan piyada itibar olacaq, biraz hava soyuqdur, üzülü say. Biraz havasından hiss edirəm ki, çox soyuqdur. Ay, üşüyürəm. Aprel ayında da belə hava. Salıb bizi yenə aydın küçələrə, mağazanı axtarırıq. Mağaza axtarıq dedim, əslində yaxşı yerədir, bax. Hə, yeri rahatdır. Prosto ki, mesajı maşını biz bilmədik yarı saxlayaq. Hə, molda saxlamışıq maşını. Bələ salamışam deyəndə ki, bax, telefonun yaddaşı dolur. Silirsən, yazırsan, qaranlıq olan kimi sənin bütün şum çəkilişlər olur. Ay, nə bilim, nə oldu? Konkret gedirəm sənin işini rahatlaşdırmağa. Tamam, inandım, tamam. Mən nəysə bir şey alanda onun qiymətini çox da fikirləşmirəm də. Ancaq fikirləşirəm ki, bu əşya mənə lazımdır. O mənim. Qiyməti neçə olursa olsun, mən onu alacağam, çünki o mənə lazımdır. Amma Aydında o xasiyyət yoxdur. Ona bir əşya lazımdırsa, o onu axtaracaq, eşələyəcək. Ən belə özünə sərf eləyən ən yaxşı variantda alacaq. Mən bunu təsəvvür elə, Azərbaycanda mağaza qalmayıb, bircə. Dənliyə şey kimi. İndi də onsuz da neçəsindən yol üstü də girdik. Mağaza adını deməyəcəm. Bax, hansı ki mağaza qiymət neçədir? Bax, 1500 dedilər, şoka düşdüm. 1350 dedilər, şoka düşdüm. Şahidəm. 1280 manat, axırıncı dedim, sevinmişdim. Onu gedirdim almağa. Bu neçəyə olsa yaxşıdır? 1050 manat. Təsəvvür elə, sən gör nə qədər qabaq salıram mən. Bir dənə, 450 manat, 350 manat naxıda qabaqdasan. Məni saldın da indi sən qabağa. Sana saldım da, 350 manat ailə büdcəsidir, ailə büdcəsindən gedir də. Nazlının belə nəsə var, istəmişdim, amma həqiqətən də bizə çəkilişlər üçün o lazım olacaq. Da, indi biz vloqa başlayırıq da, hələ bu vloqu onunla çəkəcəyik, ona görə gedirik, bax, YouTube üçün gedirik. Yolunu da qoy göstərim. Bax, bura deyil, Səməd Vurğun Parkı ilə. Binanı göstərib, biləcək hansı binadır o. Bu, mağaza da var altında məşhur. Biz Səməd Vurğun Parkı ilə üzrəyiz, mağazadakı bax. Böyük Telekom. W Telekom. Sevinə gələm ki, 1050 manatı tapmışam. Salam. Qardaş, sizlə danışmışdıq. Telefonda danışmışdıq. DJI Osmo Pocket. Hoş geldiniz. Buyurun. Mübarəksən. Yəni hələ açıq o açmaq momenti var. Aydın neçəncə oyuncaqdır bu? Baxın, bu model, yəni bir dənə burada tapmışıq 1050 manata. Təsəvvürün nağd qiyməti alırsan 1050 manata. O bizim mağazanın adını dediyim kimi çəkməyəcəm, amma doğrudan da buradan ucuz hələ tapmamışam. Daha sifariş də vermək istirdim. Sifariş verəndə o 300 dollardan sonra nəsə 45% gəlib çıxır. Yəni şeylə gəlib çıxır, bundan baha gəlib çıxır. Hələ mən gəlib özüm almaq istəsəm sifarişlə. Mübarəksən. Bundan sonraki kameralar, bütün vloqlarım, bütün
bütün çəkilişlər, postların qəşəng təmiz. Açaq bunu. Mən də telefonum açıq olar. Sənin telefonun sözü tanı qutarda sil, yaz, sil, yaz. Aç görək, gözün aydın, mübarəksən, mübarəksən. Can görək. Size inşallah. Yox, sözün üzə hələ mən gedib boş eləməmişəm. Bu risk elə bir qiyməti gördüm, qaçdım, gəldim almağa. Mən hər şeyi araşdırıram. Çox araşdırmışam, qardaş. Yəni bayaq yolda da danışıq gəlirdim. Yəni beləsinə qiyməti görən kimi mən tez bazar evdən durmuşuq ki, qutardı qalmadı. Qaçaq alaq. Bizdə zəmanət də yazarsan. Rəsmi beynəlxalq bir zəmanətdir. Bütün məhsullar rəsmi satış olunur. Bir də taksi kartları 24 dəqiqədə bütün taksi kartları keçərlidir. Bax bizdə necə olacaq? İndi biz bunu alırıq ki, vlog çəkək də inşallah. Bütün bizim vloqlarımızda biz çalışacağıq ki, harda, hansı qiymətdə, necə keyfiyyətli şeylər var. Biz gəzəcəyik beləsinə. Təkcə bu yox. Yemək də olacaq, nə bilim nə də olacaq. Hala gəzəcəyik restoranlara. Bu qiymətə dəyərmi bu? O söhbət gedir. Dəyər. Bu 1500 dəyməz. Nə görə 1500? Yəni 1050 sizdə var da. Gözüm aydın, nəhayət. Yeni bir oyuncağı. O birisi oyuncaqlarımı da paylaşacağam. Hansı? Sən hamıya göstərəcəm ki, hə, Nəyi? skuteri, dronu. Bir də Qaz 24 almaq istəyir. Hə, növbəti hədəf az gübə deyirdin ha. Az gübə Qaz 24. İstəməm. Yox, deyirdin nə Vəssə ad gün hədiyyəm budur. O Qaz 24 bu kameranda yox. çəkəndə bunu ona görə alıram ki, Qaz 24-ü alacağam. Hə. Onun bütün prosesini, onu necə yığdırıram, necə düzəldəcəm, detal hamısını çəkib Cəmaət Ferrari istəyir, mənim yoldaşım Qaz 24 istəyir, belə şey 24-ü yox. yığacam, elə bir şey yığacam ki, Azərbaycanda belə 24 yoxdur. Hə, Allah köməyin olsun. Yaxşı, get. Mən başladım. İkinci taş fərqi. Deyimlə nəyə başladım? Hansı bir də zaman. Bir rəsmi yazarsan. Ay devesi var mı? ADV də var. Ay nə gör. Ədəbi Qafqaz mənlidir. Bəyəm maşın deyil, ədəbəyə görə qırğın idi. Maşında ədəbi tapacağım buradan. Bu məzarın ədəbi qəşəng gələcək ya. Buradan da yola düşdüm. Nə isə 1050 onun qiyməti idi. 50 manat da SanDiskin qiyməti. 50 manat deyildi. Endirim elədilər sağ olsunlar ki. Deməli. Bu nə qədərdir? 29 manat 37 qəpik ƏDV gəldi. Son vaxtda Bugün sənin günündür. Hə, şanslısın. Buradan bu. SanDisk havaya düşdü mənə. Bir kart havaydı. Kedi açıq ya, unboxing. Salam bir daha. İndi unboxing eləyəcəyik. Deməli, DJI Osmo Pocket 3. Bu combo paketdir. Yəni ki, standart var, combo var, iki cür var. İndi baxacaq Creator combo paketin içindən nə çıxır. Və başlayırıq açmağa. Gördüyünüz DJI-nin özü. Deməli, standartdan fərqi nədir? İçində əlavə batareyka çıxır. Zapas batareykadır. Yəni bu standartın içində yoxdur. Standartın içində ancaq bu özü tək olur, mən bilən. Amma bunun içində ancaq bu əlavə batareykadır. İnşallah, düz saldım. Aha, budur. Deməli, mikrofon çıxır, bir ədəd. Və bunun ştativi çıxmalıdır. Bu da onun ştatividir. Deməli, sonra nə çıxır? Və əlavə batareyka. Əlavə alırıq və görək burada nə çıxır. Bu nədir bunun içində? Mən də sizinlə eyni açım. Hə, bir də bunun qabı. Hansı ki qoymalıyıq statik qalsın. Statik qalması üçün bunun qabıdır. Bunun içinə edirik ki, yəni əyilməsin, sınmasın, rahat qabıdır. Bir də çantası var. Çantası rahatdır. Əlvə keçirirsən, balaca bir çantadır. İçinə də hər bir şeyi, aksesuarları. Mən bunu aldım W Telekomdan. Amma mən bunu sırf qiymətinə görə, yəni bu combo paketi, standart paketinin qiyməti. Hər yerdə standart paket var. 950 manata var, 1000 manata var. Amma standart paketin içində bildiyimiz bu əlavə batareyka gəlmir. Bunun öz batareykası gəlir, əlavə batareyka gəlmir və üstündə mikrofon gəlmir. Bir də bunda obyektiv olmalıdır. Bir saniyə.
Hələ burada var bunun zaryatkaya salmaq üçün mikrofonun başlığı. Plus da ən yaxşı nüanslardan biri mənə görə, yəni geniş kadr götürmək üçün lensdir. Bunun maqnitlə olur. Bunun qarşısına deməli qoyulur. Və bu olur geniş, wide görünüş olacaq bundan. Bunu götürəndə isə olur standart öz kamerası. Bu kombonun içindən çıxır. Belə dostlar, mən bunun neçə kadr çəkdiyini və yaxud da nə bilim neçə FPS, 4 kadr nə olduğunu, bunların hamısını açıqlama vermirəm. Sadəcə bu paket açılımı idi ki, yəni belə bir şey alsaz, yəni blogerlər və vlog çəkənlər bunları almağı məncə məsləhətdir. Çünki telefonla verdiyi keyfiyyət deyil. Telefon ayrı, bu ayrı. Bunun nüvəsi çox güclüdür və özünün 3 tərəfli oxunun üzərində stabilizatoru var. Bir var elektron stabilizator. Telefonda biz tərpədirik, elektron saxlayır. Amma bu özünün yandıraq. Gördüyümüz kimi nə qədər tərpədirsən tərpət, özü stabilizatorunu saxlayır. Bu manual stabilizatordur. Bu çox yaxşıdır. Yəni bir var elektron, telefonu özü tərpənirsən, özü elektron tənzimləyir. Bu biraz keyfiyyət azaldır, amma bundan keyfiyyət tam yaxşıdır. Növbəti vloqları bu kameranı çəkəcəm və keyfiyyətini görəcəksiniz və vloqlarımıza baxın, dəstək olun bizim səhifəyə. Bəyənirsinizsə like-ımıza əsirgəməyin. İzləmədə qalın. Növbəti vloqlarda görüşərik.